Şahin Rəhimli yazır ki, Elşən müəllim, salam, aleyküm salam. İt bütün heyvanlardan vəfalıdır. Nə üçün it mundar sayılır? Şahin bəy, sağ olun suala görə. İtin mundarlığı ümumiyyətlə Allah hər bir yaradılışı bir demək səbəbə yaradır. Heyvanat sudan xəlq olunub. İt özü də sudan yarandı, amma nəcis sudan. Nəcis su nədir? Gedək yaradılışa. Allah Adəmi xəlq eləyəndən sonra Adəm ki yaranmışdı, palçıq şəklində olmuşdu, hələ Allah ona ruh verməmişdi. Allah bütün mələklərə əmr eləyir ki, Adəmə səcdə eləyin. İnni cailun fil ərzi xəlifə. O mənim yer üzümdə xəlifəmdir, siz ona baş... Bütün mələklər Adəmə səcdə elədilər. İblisdən başqa, şeytandan başqa. Təkəbbür tutdu iblisi. Təkəbbür insanı məhv eləyər. Mənəm-mənəmlik insanı məhv eləyər. Allah dedi, niyə əyilmədin? Dedi, ilahi, sən məni odun yanar gövhərindən yaradmısan. Onu torpağın iymiş hissəsindən. Mən ondan üstünəm. Mən ona əyilmərəm. Allah buyurdu, əgər əyilməsən, səni lənət deyərəm. Bütün yaradılış sənə lənət deyər. Dedi, ilahi lənətdə, mən ona əyilməyəcəm. Amma indi ki məni lənət deyirsən, 1000 illərdir mən sənə ibadət eləyirəm, səni itaət eləyirəm. Mənim müzdümü ver. Zəhmətimin haqqını ver. Müzd Allahdandır. Yəni bu ədalətdir. Bir adam ki işləyir bir yerdə, axşam işin qutarandan sonra müzdün alır. Onun müzdün verməsən ədalət pozular. Allah buyurdu, nə istəyirsən? Dedi, 3 şey. İbadətlərimin, itaətlərimin qarşısında 3 şey istəyirəm səndən. Birincisi, qiyamətə qədər məni öldürmə. Gəzim dolanım. Allah buyurdu, verdim. İkincisi, nə yaradım?